Demokratiya istəyirəm. Demokratiya. İnsan hüquqları, azadlıq istəyirəm. Diktatura istəmirəm. Avropanın qayda qanunu istəyirəm. Azərbaycanda sərbəst toplaşma təmin olunması, siyasi məhbusların azad olunması, Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı sistemin mübarizənin aparılması, Azərbaycanda seçki saxtaşarlığına son qoyulması, Azərbaycanda seçki komissiyalarının parti prosesinin formalaşması, tələblərimiz var. Ağsaqqal, səbəb nədir? Mən istəyirəm ki, bizim balalarımız yaxşı yaşasın. Bizim balalarımız yaxşı yaşasın, heç olmasın. Bu diktatoriyaya son qoymaq lazım. Azad yaşasınlar. Demokratiya istəyirəm. Niyə çıxırsan bura? Bugün siyasi məhbuslara azadlıq, diktatura olan ölkədə yer-övgün keçirə bilməz. İlham Əliyev və onun ətrafı komandası bütün xaricdən kim gəlibsə bir onları pulla gətirib. Bugün Azərbaycanın ictimai durumu, siyasi durumu bu vəziyyətdə olduğu bir vaxtda heç kəsin təmizləşdirməyə qarşı olmayan bir dövlət Bura niyə çıxırsın bura? Haqlarımı tələb edilmir, konstitusiyon hüquqlarımı tələb edilmir. Azərbaycan demokratik ölkədir, amma bizə sözümüzü deməyə imkan vermirlər. Bütün tələbələrimiz ciblərində yaşatılaraq tutulur. Halbuki narkoman heç kim deyil. Oxuduğu universitetdən qollanılır. Əmək hüquqları sıfırdır, işsizlik baş alıb gedir. Ölkədə heç kim bizi qane eləmir. Yerbəvizinə görə 50 min insan evsiz qalıb. Əliyevlərin 78 milyonluq Dubayda 11 yaşlı evladının binaların mülkləri var, amma biz Azərbaycanlar heç şey etmirik. Rahat istirahətdə maneçiyi törətməyin. Elə sən təxribatla məşğulsan. Qulaqlar görsün də, nəyi görəcək ki? Elə sən məşğulsan. Boş-boş danışma. Boş şeyləri danışma. Mən boş-boş danışmıram, boş-boş deyil. Xahiş edirəm, dağılışın ictimai taşıb olmuyor. 300 manat üçün baş əymisiniz bu rejimə. Hər kəsdən xahiş olunur, ictimai taşıb. Sizi almağa gücləri çatdı, pulları çatdı, amma bizi almağa gücləri çatmayacaq. Son nəfəsimizə qədər, birimiz qalana qədər meydana çıxıb bu rejimə yox deyəcəyik. Korrupsiyaya yox deyəcəyik. Doğru. Azərbaycanda Azərbaycanın sərvətini bütün yerləri Azərbaycanda bölüblər, xalqa qarşı zülm edirlər, xalqa qarşı işgəncə verirlər. İndi deyirlər ki, bu musiqi qutarandan sonra xalqın başına o oynatacaq. Ona görə bu oğru hakimiyyət getməlidir. Evlərimizin başımıza millət öz prezidentini seçməlidir. Xalq öz hakimiyyətini, öz deputatını seçməlidir. Nə qədər bu xalq öz deputatını, öz prezidentini seçməyib, xalq yaman günə, millət yaman günə qalacaq. Ona görə bu oğru hakimiyyət getməlidir. Ağoğlu, özüm də nökər deyiləm, ulu babamdan nökərdir. Bunlar təhlükəli azadlıq, sakit köləlikdən 1 milyon dəfə yaxşıdır. İndi kim nökər olur, bu git ol. Ol, nökər ol. Mən istəmirəm nökər olmağı. Kim olur, geçsin. Qarnı doysun, olsun nökər. Mən təhlükəli azadlıq qoşuluyum. Как вы оцениваете этот итоги? К сожалению, сегодня мы еще один раз стали свидетелями того, что правительство Азербайджана нарушает право на собрание их граждан. Это происходит за день того, как начнется Евровидение в этой стране, которая именно это конкурс, который организован организацией, которая основывается на право свободы выражения слова. И, к сожалению, эта свобода выражения нарушается в Азербайджане, и сегодня еще один раз мы стали свидетелями того, что полиция использовала силу для того, чтобы разогнать мирных демонстрантов в столице Баку. Спасибо большое.